Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli Azərbaycan xalqı. Dəyərli Elmir Əmlak şirkətinin, Elmir Əmlak kanalının izləyiciləri, əziz müştərilərimiz. Sizləri Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Allah Taala bütün kəsilən qurbanları qəbul eləsin. Allah Taala xalqımıza və millətimizə hər zaman əmin-amanlıq gətirsin. Dəyərli izləyicilərimiz, sizləri Mərdəkandan salamlayıram. Mərdəkanın ən tanınmış küçələrindən biri olan Makaronlu fabrikin küçəsi 8-ci dalan. 8-ci dalanda bu şəxsi inşa edilmiş evi sizlərə təqdim edirəm. Ev şəxsi olaraq inşa olunub, sadəcə evdə yaşayış olmayıb. Ev, belə deyim, haradasa 2 ildən çox tikintisi gedirdi, təmir yavaş-yavaş. Ona görə bugünkü gündə bugün bizə qismət oldu bunu sizlərə təqdim eləmək. Yerdən kürsülü olaraq inşa olunub, yerdən 4 daş hündürlükdə. Evin damı bütöv olaraq monolit betondur. Gizlin dam olmağına baxmayaraq monolit beton olunub, sonra üstündən dam örtüyü verilib. 180 kvadrat ümumi yaşayış sahəsi var. Evin qarşısında veranda, üstü bağlı, orada da mətbəxin də qarşısında geniş bir verandası var. Yaşıllıq zonası landşaftı həm burada mətbəxin qarşısında, həm də evin giriş hissəsində mövcuddur. Hovuz 5 metrənin 7 metrəyə olan filtrli hovuz, hovuzun baş tərəfində söhbətgah, söhbətgahın daxilində sanitar qovşağı, videolarda sizlərə göstərim. Sanitar qovşağı, mətbəx mebeli yığılıb, daxilində kondisioner qoyulub, soyuducu var, hər bir şəraiti mövcuddur. Bir daha söyləyirəm, şəxsi inşa olunmuş bu ev 4,5 sotun içərisindədir. 4 otaq, 180 kvadrat bugünkü gündə çox gözəl bir qiymətə sizlərə təklif olunur. Qiymət 230 min manatdır. Buyurun, keçək söhbətgahla da sizi tanış edeyim. Gəl. Ön hissə və yan hissə hamısı cam balkondur. Söhbətgahın daxilində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Sadəcə biraz necə baxımsızdır, yaşayış yoxdur deyənə, gəlib gedən yoxdur deyənə, əşyalar falanlar qalıb. Burada sadəcə bugün gəlib buranı baxıb, bəyənib, tənzih eləyib yaşamaq lazımdır. Yay üçün çox əlverişlidir. Həm də ki, bu dəqiqə Mərdəkanda 8-ci dalanda bu qiymətə belə bir ev yoxdur. Avtomatik olaraq darvazadır. Piyada keçid qapısı, burada da kiçik bir landşaftdır. Evin arxa hissəsi və indi isə keçəcək evin daxilinə. Bu ümumi giriş hissəyə baxan 2 pəncərədən biri yataq otağıdır, bir də qonaq otağının pəncərəsidir. İndi isə keçək evin daxilinə, sizlərə evin daxilindən də tanış edeyim. Ora görün, əslində o hovuz tərəf, söhbətgah tərəf görünmür, görünən hissəyə bağlayıblar. Amma kiməsə narazılıq olsa, bura görünürsə, oranı jalüzü artırıb, lap hündür eləmək mümkündür yəni. Mümkünsüz bir şey yoxdur ki. Gəl. Elvin evi ümumi fasad görüntüsü götürmüsən də. Burada qabağında landşaft, burada da oturmaq üçün qəşəng bir yer var. Mətbəxin qarşısıdır. Hava da çox qəşəngdir, sərindir. Çünki o evin ön hissəsi bütöv olaraq açıqlıqdır. Ona görə havası da çox qəşəngdir. Buyur keçək evin daxilinə. Evin daxilinə keçən kimi dəhlizdir. Dəhlizdən keçirik. Sol tərəfdə qonaq otağıdır. Qonaq otağının daxilində 2 pəncərə var. Biri vitrin pəncərə evin ön hissəsinə, biri də ki, o pəncərə evin ümumi giriş hissəsinə baxır, hansı ki, həyətin. Kondisioner də qoyulub, pərdələr, tüllər, günlüklər hamısı taxılıb. Spot işıqlar qoyulub, sadəcə çıraq asılmayıb. Sonra keçirik sol tərəfə, qonaq otağından solda yerləşən kiçik bir, yəni qardirov kimi otaq düzəlib burada, balaca bir qardirov. Maşallah, keyfiyyət doğrudan mütləşəldir. Keçirik. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bu yataq otağının hansı ki, ümumi giriş qapıya baxan yataq otağı, valideyn yataq otağı kimi nəzərdə tutula bilər. Çünki daxilində sanitar qovşağı var, duş kabinası, unitaz, ünvanliki, əl üzü yuyanı. Burada çılçıraq var, burada asılıb. Sonra keçirik buradan. Yəni sizlərə ikinci yataq otağını təqdim edeyim. Pis deyil, maşallah. İçərisi çox qəşəngdir. Yaxşı da təmir olunub. Bir daha söyləyirəm, ev çoxdan təmir olunub, amma maşallah, çox da qəşəng də qalıb. Yaşayış olmadığına rağmen. Bu da 3-cü yataq otağı.
Deməli, çılçıraq bir dənə qonaq otağında qoyulmayıb. Bütün yataq otaqlarında var. Mətbəxə də baxacam, mətbəxdə də. Bu da ümumi olaraq mərkəzdə yerləşən sanitar qovşağı. Çox qəşəngdir, səliqəlidir. Bu da bizə indi sonda sizə göstərdiyim mətbəx otağı. Bu mətbəx otağıdır. Bir dənə də bura çılçıraq qoyulmayıb, amma Panasonic firmasına aid olan kondisioner qoyulub, qaz sobası qoyulub, aspirator qoyulub, geniş böyük bir su hövzəsi var, mətbəx mebeli yığılıb, çox da qəşəng, zövqlü bir mətbəx otağıdır. Buradan da birbaşa verəndə giriş-çıxış. Dəyərli izləyiciler, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.